Dostum, yadda saxla. Bu həyat, yaşadığımız həyat bir oyundur. Bunu həmişə həyatının hər bir anında, hər bir gedişatında, yolunda, hər bir günündə, hər bir yaranan problemində yadıva salsan ki, bu həyat bir oyundur və bu oyunu mən oynamalıyam, yaxşı oynamalıyam, Allah'a xoş oynamalıyam, insanlığa düzgün oynamalıyam. Onda sən bu oyunda qalib olacaqsın. Yəni, bu həyatı çox ciddi alma. Qəti şəkildə bu həyat səni hər tərəfli sıxmağa da çalışa bilər. Hər tərəfli sənə hər bir şeyi verməyə də çalışa bilər. Əlindən almağa da çalışa bilər. Sən bu həyat hər cür ola bilər. Həyatın hər bir anında, hər bir etapında həyat başqa cür sənə gələ bilər. Hər bir anında yadda saxla ki, bu həyat bir oyundur. Sən nə qədər ki, yadda saxlasan ki, bu həyat bir oyundur, bu həyata bir oyun kimi baxsan, onda sən hər bir situasiyanı, yaranmış yaxşını, pisi, problemi rahat qəbul edəcəksən, rahat həll edəcəksən. Başa düşürsən? Sənin başına məsəl üçün bir şey gələ bilərsən, bunu ciddiyə alma, oyundur. Bir aydan sonra, bir ildən sonra buna baxıb güləcəksən, sənə gülməli gələcək. Bu səni hazırlaşdırır nə üçünsə, bu səni zəif nöqtələri gücləndirmək üçündür. Həyat yadda saxla, ən böyük məktəbdir. Həyat elə bir ideal məktəbdir ki, yəni burada sən heç bir, bu yaradan bu sistemi o qədər gözəl yaradıb ki, bunu dərk eləyib, bunu görəndə, doğrudan da həyatda yaşamaq, oynamaq, bu oyunu oynamaq, bu yaradanla bir getmək sənə ləzzət edir. Sən zövq alırsan bu həyatda. Hərdən elə olur ki, beynində çox şey böyüdürsən. Bilirsən niyə görə böyüdürsən? Çünki sənin beynin elə, böyüdü. Böyüdürsən, problem. Məsəl üçün nə deyim sənə? Tutaq ki deyim, evdə nəsə bir xarab oldu bir şey. O qədər böyüdürsən onu. Halbuki adi bir şeydir. Get, al, dəyiş. Gündəlik həyatda da yaşayırıq. Belə bir şeylər olur. Heç kim sənə garanti vermir ki, bu həyatda ayağın üstünə qoyacaqsan və həyat ideal şəkildə gedəcək. Xeyr, bu həyata biz bunun üçün gəlməmişik. Bu həyata biz gəlmişik ki, özümüzü inkişaf elətdirək, daxili gücümüzü gücləndirək, Allahla bağımızı bərkidək. Həyat səni hər dəfə sıxacaq ki, sən bu yola gələsin. Həyat səni həmişə sıxacaq və problemlər yaşadacaq ki, sən Allahla olan bağı tutasan. Allahla olan bağ deyil ki, yəni, Allahla olan bağı daxilən hiss eləməlisin. Mən məsəl üçün bu videonu çəkirəm. Mən bu sözləri, içimdən gələn sözlər Allahdan gəlir. Allahın mənə verdiyi bu hisslərdir ki, çerez məndən, mən sənə ötürürəm bunu. Mən buna icazə verirəm. Necə mən icazə verirəm? Mən bloklaya da bilərəm. Əlbəttə ki, hamımıza seçim şansı verir. Və mən Allahın düzgün informasiyasını sənə ötürməyə çalışıram ki, Allaha xoş olsun. Ki, sən də gələcəkdə o problemləri yaşamayasan. Həyatı ciddi alma. Həyat bir oyundur. Allahı özümüz, Allah bizi özü bu dünyaya oyunda göndərib ki, biz bu oyunu oynayaq. Bu oyun çox möhtəşəmdir. Sən bu oyuna sadəcə bir möhtəşəm, bilirsən, istəmərəm ki, gec olsun, peşman olasan, həyatın sonunda bunu dərk eləyəsən. Yaxşı olar ki, sən indi bunu dərk eləyəsən. Günü indi, bugün dərk elə, həyatın sonunda dərk eləmə. Bugün dərk elə ki, bu həyat bir oyundur. Sonunda dərk eləyə bilərsən ki, başa düşə bilərsən ki, sən bunu oyunu oynamamısan. Sən bu oyunu bilirsən necə, bir pasiv bir iştirakçı kimi, nə bilim, 9-dan 6-ya işə getmirsən, öz arzuları yerinə yetirməmsən, onun bunun fikri ilə oturub durmusan, öz fikrini önəmsəməmsən, öz arzularını önəmsəməmsən, öz istədiyini reallaşdırmamsan, peşmançılığı onda yaşayarsan. Mən burada bu sözləri deyirəm ki, sən bu peşmançılığı yaşamayasan. Çünki həyat bəlkə də bir dəfə verilir. Bilmək olmaz, bəlkə reinkarnasiya deyilən bir şey də var. Yəni, mən hərdən bunu inanıram. Amma yəni, bunu heç kim bilmir. Mən inanıram, reinkarnasiya deyilən bir şey var. Yəni, yenidən bu dünyaya gəlmək, başqa cilddə, başqa formada, başqa bir məsələn, bir həyatı qadın kimi yaşayıb, bir həyatı kişi kimi də yaşamaq olar. Bu artıq ruhun, bu bir ezoterikadır, başqa mövzudur, bunu danışmaq istəmirəm. Reinkarnasiya haqqında məlumat ala bilərsiniz. Dünyada çox belə baş vermiş belə bir situasiyalar var ki, bunu, yəni reinkarnasiyanın var olduğunu göstərir. Amma ola da bilər ki, sən bir dəfə bu həyatı yaşayırsan, məsəl üçün. Yəni, mən özüm üçün mənə rahatdır ki, götürmək ki, mən bu həyatı bir dəfə yaşayıram və bu həyatı bir dəfə yaşayıb, yəni xeyirli yaşamaq istəyirəm, Allah xeyirli yaşamaq istəyirəm. Bildiyim nəsə varsa, onu insanlığa ötürmək istəyirəm. Hər an başa düş, gündəlik seçimdir.
Sən təsəvvür edə bilirsən ki, bir oyun nə gözəldir. Bu oyunda sən maşın sürə bilərsən. Bu oyunda sən məsəl üçün dənizdə gedib üzə bilərsən. Bax, hamımız yəni video gamelər, yəni oyunlar oynamışıq. Ya PlayStation olsun, ya nə bilim, hər cür kompüterdə oyunlar. Biz oynamışıq onu personaj kimi, düzdür? Biz onu personaj kimi görmüşük. Bu personajın qabiliyyətləri sınırlı olur, türklər demişkən. Yəni maksimum olmur. Personajın oyunda getdiyi bir rol sınırlı da ola bilər, qarşısına problem də çıxa bilər. Bu bir oyundur, oynayırsan. Sən bir dənə dərk elə ki, həyatın özü də bir oyundur. Sən bu gözlərindən bu həyata bir oyun kimi bax. Sən işin o qədər asanlaşacaq. O qədər gündəlik baş verən, qarşıva çıxan bir yerinə yetiriləcək şeylərə o qədər hasant bir şey kimi baxa bilərsən ki, oyun kimi baxsan. İşin 1-ə 10 rahatlaşacaq. Yəni bu çox gözəldir oyun kimi baxanda. Oyunda gedirsən, yemək yeyirsən, sən məsəl üçün kompüter oyunlarında yemək yeyib o zövq ala bilmirsən. Bu həyatda yemək yeyirsən, zövq alırsan. Məsəl üçün illəri hiss eləyirsən, ayrı-ayrı zövq alırsan. Bir qadınla bir sevgi münasibətindəsən və yaxud bir qadın da kişi ilə sevgi münasibətində zövq alırsan, sevirsən, hisslər yaşayırsan, nəsə yaradırsan. Bilirsən, bu ancaq Allaha məxsus olan bir şeydir, nəsə yaratmaq. Və Allah bunu insana verib ki, insan da yarada bilir. Bu gördüyün ətrafda hər bir şeyi insan yaradıb. Yaşadığın evdə insan yaradıb, mənim arxamdakı o şəkildə insan yaradıb, kamerada məni çəkir insan yaradıb, maşında sürülür insan yaradıb. Bunları bizən kim yaradıb? Bunu yaratmaq məqsədi ilə, həyata xeyrin vermək məqsədi ilə yaradan insanlar yaradıb. Və Allah da ona köməkliyini göstərir ki, bu yaratsın. Sən də həmçinin bu həyata bir oyun kimi baxıb yaratmağa çalışsan, sənin bu həyatda oyunun, yaradıcılığın ən yüksək səviyyədə olacaq. Ona görə dostum, bu prosesdir. Bu prosesdən zövq al. Hər bir anında oyun kimi bax. Problem gəldi, oyun kimi bax, həll elə, gülməlidir. Hər bir şeydə səni yaxşılaşdırmaq üçün nəsə var. Həyat səni yaxşılaşdırır. Həyat sənə o situasiya individual olaraq sənin başına gəlir. Ki sən boş hissələri doldurasan, problemləri, yerləri düzəldəsən. Bu sırf sənin üçündür. Bunu dərk edib, baxsan o qədər gözəldir həyat, o qədər möhtəşəmdir. Həyatdan zövq alırsan. Həyatdan zövq almağın ilk növbədə deyim sənə ki, nə gəldi yemirsən. Bunu başqa videolarımda interval qidalanma haqqında danışıram, yaddan çıxartma. Təməl budur, bədənlə baxmalısan. Sən bədənini təmiz saxlamalısan, yediyin yeməklərə fikir verməlisən, zirzibil içi atmamalısan. Onda sən həyatı möhtəşəm hiss edirsən, həyata bir oyun kimi baxırsan. Bu oyunda seçim sənindir. Seçim azadlığı verilib sənə. İstəyirsən zibil yeyə bilərsən, istəyirsən təmiz yeyə bilərsən. İstəyirsən zibil münasibətlər ola bilərsən, istəyirsən gözəl münasibətlər də ola bilərsən. Bunu hamısını sən özün seçirsən. İlk növbədə daxilivi təmizləməlisən. Daxilivi təmizləmədən sən düzgün seçimlər eləyə bilmərsən. Ona görə bu kanalda da bir məlumatlar var ki, başqa videolarda ki, interval qidalanmadan başda, yeməklərdən başda, düzgün, ümumiyyətlə yemək yemə bir neçə müddət. Bədənini boş saxla. Mən məsəl üçün mən sevirəm. Mən gündə bir dəfə yeyirəm. Yəni bu mənim kanalıma baxan istəyən adamlar bilir ki, mən one meal a day, yəni gündə bir dəfə yemək yeməklə mən məşğulam. Yəni günə özümə bir vaxt seçirəm, qəşəng yeyirəm, gözəl yeyirəm. Mən maraqlısı nədir ki, bir dəfə yeyəndə adam keyfiyyətli yeyir istər-istəməz. Bunu eləsən həyatın istər-istəməz ardıcılıqla düzələcək. Oyun kimi baxmalısan həyata, ciddiyə almalı deyilsən həyatı. Həyatı ciddiyə alma, həyat bir oyundur. Həyatı nə qədər ciddiyə alsan, o qədər saçın tökülər, o qədər problem yaşayarsan, xəstəlik taparsan. Hər bir şey bir oyundur, hər bir situasiya sənin üçündür. İndividual olaraq sənin üçün bu oyun hazırlanır. Bunu oyun kimi qəbul edib şükür eləsən, baxsan, harada səhv yerinə yetirmisən, addımını necə atmalısan ki, yaradana, Allaha, kainata, insanlara xeyirli olsun, onda sən yolunun, oyunun çox möhtəşəm olacaq. Yəni bunu bil. Bəzən elə ola bilir ki, sən indi baxırsan bu videoya, sən dərk eləyirsən, amma bir müddətdən sonra beynin sənə yenə də yeyir, əvvəlki formalara qayıdır, əvvəlki proqramlara qayıdır. Sən bir anlıq motivasiya ala bilərsən, amma bir müddətdən sonra yenə də əvvəlki formava qayıda bilərsən. Yəni bu əvvəlki həyatıva qayıtmamaq üçün bəzi şeyləri dərk eləməlisən, qərarlar qəbul eləməlisən. İlk növbədə dediyim kimi, bədənVə qulluq eləməlisən, nə gəldi yeməli deyilsən. interval qidalanmaya başla mütləq şəkildə. Çünki bizim genetikamız belə formalaşıb. İnterval qidalanma ilə insan. Bu mövzu düzdür, bu videonun mövzusu interval qidalanma deyil, amma sadəcə bunu deməliyəm ki, biləsən. Oyunun özündə də sən nə gəldi yeysən, zirzibil yeysən, xəstələnirsən, xəstəlik tapırsan.
Amma sən qidalanmağa fikir verəndə, təmiz yeyəndə və yaxud az yeyəndə sən xəstəlik tapmırsan, bədən rahat olur, fokusun düz olur, beynin, ürəyin, ruhun, bədənin bir-biri ilə harmoniyada möhtəşəm şəkildə işləyir. Sənə nə lazımdır? Həyatı yaxşı yaşamaq lazım deyil. Ağzını yolunu bağlayırsan, həyata oyun kimi baxırsan, qarşına çıxan problemləri gülərək həll edirsən. Onsuz da həll olacaq. İndi məsəl üçün 1 il qabaq, 2 il qabaq, 5 il qabaq problem, sənə anında gələn problem, indi sənə gülməlidir ya yox. Və baxırsan ki, və ideal yolla həll olunub. Düzdür, kainata güvənmək lazımdır. Bu oyuna güvənmək lazımdır. Və sadəcə bu oyunun içində özün Allaha xoş olan addımlar atmalısan. Özünə, insanlara xoş olan addımlar atmalısan. İlk növbədə. Bunu fikirləşib, bu yolla getsən, oyun kimi baxsan, bir proses kimi baxıb və prosesdə vicdanınla hərəkət eləsən, hər bir şey həyatında sənin rahat olacaq. İşlərin uğurlu olacaq, ailən xoşbəxt olacaq, dostların sənə düzgün yanaşacaq. Hər bir şey həyatında sən Allahın qanadlarının altında gedəcəksən. Ona görə dostum, sənə arzu edirəm ki, bir həyata bir oyun kimi baxasan. Sevəsən həyatı və bir oyun kimi baxsan və yaddan çıxarmasan ki, bu oyun nə vaxtsa bitəcək. Bu oyun dəyərini bilmək lazımdır. Bu oyun hamımız üçün bitəcək. Müvəqqəti bir dünyada yaşayırıq və bu oyunu gözəl yaşa, möhtəşəm yaşa. Yaşayanda Allaha xatir elə yaşa ki, həmişə sənə fırlananda fəxr eləyəsən ki, mən bu oyunu ləzzətli yaşamışam, mən bu oyunu ləzzətli oynamışam və ürəyin də rahat olsun ki, mən bu oyunu düzgün oynadığıma görə yaradan da mənim qədrimi bilir və dəyərləndirir. Çünki bu həyatın qanunudur. Ona görə dostum səni öpürəm, özündən müğayət ol. Bu həyat bir oyundur, yaddan çıxartma, prosesdən zövq al, heç vaxtı əlvi yanva salma. Uğursuzluq olubsa, bil ki, bu uğursuzluq səni nəyəsə gücləndirmək üçündür. Təzədən situasiyanı analiz elə, bir də get, hökmən nail olacaqsın. Uğurlar.